Hamiləlikdən sonra sümük niyə zəifləyir? Hamiləlikdən sonra yorğunluğun olması normaldır. Hamiləlikdən sonra sümük niyə zəifləyir? Hamiləlikdə bədən 2 nəfər üçün işləyir. Körpənin sümüyü üçün çoxlu kalsium lazımdır. Əgər qida yolu ilə yetmirsə, bədən onu hardan alır? Əlbəttə ki, ananın sümüklərindən. Bu bir kredit kimidir. Bədən borc alır, amma sonra geri qaytarmalıdır. Amma hər qadında geri qaytarma prosesi eyni getməyə bilər. Əgər vitamin D aşağıdırsa, tiroid və ya qalxanvari və ətraf vəznində problem varsa, laktasiya uzanırsa, bu borc bağlanmır və sümük zəifləyir. Hamiləlikdən sonra yorğunluğun olması normaldır, amma sümük hələ də diqqət tələb edir. O baxımdan sümüyümüzü, xüsusən ana sümüyünü qorumaq adına və hamiləlikdən sonra osteoporoz, sümük əriməsi prosesinin başlamaması adına bu videonu ana namizəd olan xanımlara və hamilələrə, həmçinin süd verən analara çatması üçün bəyənməyi, paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın.